Salam dəyərli YouTube kanalı izləyicilərim, hörmətli müəllimlər və müəllim olmağa hazırlaşanlar, hər birinizi xoş gördük. Zəka ateliyəsində bir-birindən maraqlı mövzularla dərzi hazırlıq dərslərimiz davam edir. Bu gün də sizlərə olduqca maraqlı bir mövzu ilə gəlmişəm. Dəyərli izləyicilərim, bu gün dərsimizdə geyim dizaynının ən vacib mərhələlərindən biri olan eskizləndirmə və onun əsas qrafik vasitələri haqqında danışmaq istəyirəm. Gəlin ilk öncə nəzər yetirək görək, eskizləndirmənin mahiyyəti nədir? Ümumiyyətlə, eskizləndirmə dizaynerin geyim layihəsini vizual şəkildə ifadə etdiyi qrafik mərhələdir. Bu mərhələ yalnız ideyanın kağıza köçürülməsindən ibarət deyil, həm də yaradıcılıq və bədii bacarığı tələb edən bir mövzudur. Eskiz elə bil ki, gələcək geyimin ilkin vizual təsviridir və nə qədər düzgün və operativ şəkildə yerinə yetirilmiş olsa, o qədər də qüsursuz olacaqdır. Və eskizin yerinə yetirilməsində qrafik vasitələrin rolu böyükdür. Çünki eskiz zamanı istifadə olunan qrafik vasitələr seçilmiş texnikaya, geyimin xarakterinə görə dəyişə bilir. Və bu vasitələrə də misal olaraq əsasən karandaşı, qələmi, rəngli markerləri, akvareli, pasteli və s. misal göstərmək olar. Məqsəd də geyimin fakturasını, hərəkətini, xarakterini düzgün çatdırmaqdır. Bəs gəlin görək xətt və ləkənin əsas anlayışı nədir? İlk öncə xəttə nəzər yetirmək istəyirəm. Çünki əsas bədii vasitələrdən biri xəttdir. Çünki o əsasən eskizdə emosional təsir yarada bilir və xəttlərdə müxtəlif formalarda ola bilirlər. Bura daxildir düz, əyri, ziqzaq, dairəvi və qövs formasında olan xəttlər. Düz xəttlər daha çox geyimə ciddi və sabitlik hissi yaşadır. Əyrilər yumşaqlıq və zəriflik verir. Ziqzaq xəttlər enerjili və dinamik forma verə bilirlər. Dairəvi və qövsü xəttləri isə bir növ qadınsı və zərif obrazların vurğulamaq üçün daha uyğun bir formadır. Ləkə isə xəttlərin təşkil etdiyi sahələrdir. Onlar da əsasən statik və dinamik xarakter daşıyan bir bilavasitə bir formadır. Və bir də var qrafik faktura. Qrafik faktura da təsvirin səthində vizual cəhətdən zənginləşdirən bir texnikadır və özü də əsasən iki növə bölünür. Bura aiddir linear faktura, bir də ləkə fakturası. Linear faktura daha çox yalnız nöqtə və xəttlərdən ibarət ola bilir. Xəttlərin qalınlığı, sıxlığı, istiqaməti fakturanı dəyişir. Xəttlər nə qədər sıx və qalın olarsa, təsvir də bir o qədər tünd görünə bilir. Ləkə fakturasında isə ləkələrin yerləşimi ilə emosional və obrazlı dərin təsvirlər yaratmaq üçün istifadə olunur. Və unutmayaq ki, qrafik faktura vizual və dekorativ məqsəd daşıyır. Nə real fakturanı göstərir, nə də toxunuşla hiss olunur. Yəni mümkün deyil onları hiss etmək. Eskizləndirmənin sənətinin dili ilə danışmaq ümumiyyətlə, yəni onu bir növ bilavasitə qarşındakı şəxsə çatdırmaq üçün xəttdir, ləkədir, fakturadır. Bu anlayışı düzgün vurğulamaq, bu vasitələrdən istifadə etmək lazımdır. Qrafik bacarıqların inkişafı əsasən eskizin özünə məxsus bir hekayəsini danışmaqdan irəli gəlir. Yəni bu danışmaq deyəndə şərt izah etmək, ağızla başa salmaqdan söhbət getmir. Yəni bir növ yaratdığın dizayn görünüşündə öz fikirlərini xəttlərlə, fakturalarla, ləkələrlə forma verərək özünü bir növ orada, yəni şəkil üzərində fikrini insanlara çatdırmaqdır. Beləliklə müəllimlər, bugünkü dərsimiz haqqında bu qədər. Ümid edirəm ki, hər biriniz üçün anlaşıqlı şəkildə oldu. Sonda isə sizdən xahişim odur ki, əgər dərslərimiz sizin üçün yararlıdırsa, videolarımızı bəyənib, xoş sözlərini, yorumlarınızı yazmağı unutmayın. Diqqətinizə görə təşəkkür edirəm müəllimlər. Sağ olun.